Əsas obrazın Vito Corleone olaraq göstərildiyi, lakin əsas hekayədə arxa plana atılan Michael'ın olmasıdır. Bəs nə üçün Michael? Michael ailənin kiçik oğludur. Film irəlilədikcə ən çox diqqət çəkən obraz da məhz Michael'dır. O, ailəsinin bəzi işlərində narazı olduğunu açıq göstərməsə belə, bunu davranışından hiss etmək mümkündür. Michael ailədən fərqli olaraq kollec oxumuş müharibə iştirakçısı idi. Hətta bunu bacısının toyunda hərbi geyim ilə qatılmasını nümunə kimi göstərilə bilər. That's my family, Kate. It's not me. Connie qadın olduğu üçün varis sayılmırdı. Tom isə ailənin hüquqi məsləhətçisi olsa belə qan bağı olmadığı üçün bunu da saya bilmərik. Sunny güclü personaj idi. Kiçik yaşlarından ailənin böyük oğlu olduğu üçün atasının işləri ilə yaxından tanış idi. Lakin onun ciddi zəif tərəfi var idi. Qəzəbi. Qəzəbini idarə edə bilməməyi onun başlıca problemi idi. Emosiyalarını uduzan birisi varis ola bilməzdi. Bu xüsusiyyət bacısının həyat yoldaşı ilə olan münasibətində də açıq şəkildə görünürdü. Corleone ailəsinin düşmənləri isə bundan istifadə edir, Carlo ilə birlikdə Sunny-ni tələyə salıb aradan götürürlər. Fredo'dan danışmaq isə zaman itkisi olardı. O, şəhvətinin köləsi idi və atasının düşməninə belə silah çəkə bilməyən insanın varis olma ehtimalı belə yox idi. Michael isə bu xarakterlərə baxdıqda güclü personaj idi. O, həm ağıllı, həm də varis ola biləcək potensialda idi. Michael güclü xarakter idi. Onun digər personajlardan fərqləndirən məqam isə atasının hücuma məruz qalacağını anlayacaq qədər ağıllı personaj olması idi. Michael'ın digər üstünlüklərindən biri isə soyuqqanlı qala bilməsi idi. Xəstəxana qarşısında Vito'nun hüzuruna gələn Enzo ilə birlikdə dayandıqda Enzo'nun siqareti yandırarkən əlinin əsməsi, Michael'ın isə heç tərəddüd etməməyi onun necə personaj olduğunu göstəricisidir.